Salam uşaqlar. Bugün mənim mövzum mənə ən çox gələn suallardan biridir. O da Amerikaya, Kanadaya, Avropaya necə olar gəlib iş tapmaq, illicə təhsil almaq. Bunu başlamamışdan qabaq necə predüksi videoda mən demişdim. Mən yenə də zaraniyə üzr istəyirəm dilimə görə. Gələbəy ləhcəsindən danışıram. Потому mən Avropada böyümüşəm. Anam, atam Azərbaycan ilə danışıblar Gələbəy ləhcəsində və mən də sevə-sevə Gələbəy ləhcəsindən danışıram. Amma dillərimi qatışdırdığıma görə ona üzr istəyirəm. Yəni də onu mən tərat edirəm ki, yavaş-yavaş öyrənim, bir də dilləri az qatışdırım. Başlayaq. Xaricə necə olar gəlmək, təhsil almaq üçün və işləmək üçün? Yəqin ki, bəzilərimiz heç bu sualı özümüzə verməmişik. Elə ki, bir çoxumuza bu qeyri-mümkün görünə bilər. Əslində heç də elə deyil, kimdə oradan istəyir gəlib təhsil almaq, elə iş tapmaq. Hamısı adam özündən asılıdır, yəni ki, gəlib spakoyla onu eləyə bilərsiniz. Çox şeylərdən başlayır. İstəyirik ki, özümüzü inkişaf eləyək, iş təcrübəmiz daha çox olsun, eyni zamanda istəyirik ki, dünya görüşümüz daha geniş olsun, artıraq onu. Mənə gələn sualların birincisi, İrlandiya ilə Avropanın başqa ölkələrinə gəlib təhsil almaq üçün nə eləmək lazımdır? Uşaqlar, mən bilirəm ki, 2007-dən 2015-ə kimi xarici ölkələr üçün Azərbaycanda dövlət proqramı var idi. Harda dövlət proqramı yollayırdı uşaqları universitetə, orada onların stipendiyasında aplaçivət eləyirdi, onların yollamaq pulunu da aplaçivət eləyirdi, orada qalıb yaşamaq pulunu aplaçivət eləyirdi, orada oxuduqları moment. Amma bildiyimə kimi, naskолько mən bilirəm, 2015-də təəssüf ki, o proqramı bağlayıblar. Başqa cürə öz hesabınıza gəlib oxuya bilərsiniz. Qiymətlər də primerlə universitetdən asıldı. Bakalavr bir ili primerlə 10 mindən 20 min evroya atandı. Magistrda primerlə elə. İkinci sual, mən xaricə gəlsəm iş tapa bilərəm. Bəli, iş tapa bilərsiniz, amma burada bir dənə nüans var. Hər ölkədə asılı olaraq o ölkənin öz viza ilə təmin olan işləri olur. Siz də o işlərə yaza bilərsiniz internetdə, iş elan olunan saytlarda, особенно LinkedIn-də, elə ki, xaricdə iş elanlar ən çox LinkedIn-də olurlar. Kстати, LinkedIn-də məlumatınız yoxdursa, mən tək LinkedIn haqqında video hazırlayıb qoymuşam. Onu da bu videonun altında linki tapa bilərsiniz. Anyway, o işlərin birindən sizə hansısa iş verirsə, onda onlar sizə elə viza ilə də təmin eləyir ki, siz ölkədə qalıb işləyə bilərsiniz. Burada sizə bir dənə vacib şeyi çatdırım ki, siz hansı sayədə oxuyubsunuzsa, elə hansı sayədə təhsilin varsa, siz təkcə o şirkətlərə yaza bilərsiniz. Misal üçün, siz Computer Science-də oxuyubsunuz, elə Computer Science-lə təcrübəniz varsa, onda konkretlə o sayədə olan işlərə yaza bilərsiniz. Üçüncü sual, İrlandiyada ümumiyyətlə həyat və iş həyatı necədir? Hər şey yaxşıdır, mühit, atmosfera. Amma birinci yerdə mən sizə onu deyim ki, bütün atmosfera, mühit və zat da hər şey qırağa, hamısı bizim özümüzdən asılıdır. O demək deyil ki, sən hansısa ölkəyə gəldin, daha pis otur, rastlayıb etsələ, sən həyat üzünə güləcək. Yox. Hər yerdə gələk nəsə özümüz eləyək ki, həyat da bizim üzümüzə gülsün. Dördüncü sual. Mən dili bilmədən xarici ölkəyə gedə bilərəm. Gələ bilərsiniz, amma təbii ki, işləməyə yox, birinci gəlib dili öyrənməyə gələ bilərsiniz. Ondan qabaq Azərbaycanda kurslar, ya müəllim tuta bilərsiniz, elə onlayn kurslar Skype-lə götürə bilərsiniz. Elə ən verişli saytlar var, kstati. Preplay.com, italki.com. Harada siz bütün dünyanın istənilən yerindən müəllim tuta bilərsiniz. Qiymətlər deyəsən 4-5 dollardan başlayır bir saata. Bunların da linki YouTube-da videomun altındadır. Amma imkanınız varsa, конечно, gəlib həmən xarici ölkədə öyrənə bilərsiniz angliski. Elə ki, o mühitdə öyrənəndə adam daha qısa müddətdə öyrənir və daha çox effektiv olur o. Nəzərinizə bir dənə şey çatdırım ki, bütün videoda danışılan linkləri siz Toka YouTube'a girsəniz, orada görə bilərsiniz videonun altında. Əgər Facebook'dan baxırsınızsa, sizə o linklər göstərməyəcək. Addellə girərsiniz YouTube'un içərisində ki, o linklərin altında baxa bilərsiniz. Yenə də təşəkkürlər izlədiyinizə görə. Bəyəndinizsə, like knopkasını basın və istəyirsinizsə belə videolar daha çox hazırlayım, onda abunə olun aşağıda. Görüşək növbəti videolarda.